faciə var axı, günlər, çöllər doludur faciə. Tutaq ki, əskər ölümləri var bir faciədir, deyilmi? Tutaq ki, ölkədə rüşvət, korrupsiya bir faciə, düzdür? Tutaq ki, şəhid ailələrinə bir də üzüzdür. Mən razıyam da. Şəhid ailəsinə gəlib 165 manat təzminat verir. Bu faciədir. Əsas bu faciələrə diqqət edin. Məsələn, tutaq ki, İqbal Ağazın İnstagram bir yerdə otura da bilər, oturmaya da bilər. 9 milyon Azərbaycanda adam var. Siyasi iddiası olan yüzlərlə adam, onun ikisi bir-birindən oturur, oturmur. Bu yəni məgər milli problemdir. Tələb bəy, Sərdar bəydir, yəni partiyanızın lideri Sərdar Cəloğlu dəfələrlə bəyandır ki, müxalifətin fəaliyyət istiqamətlərini daha çox ictimai partiyada təmsil olunanların fəaliyyətlərini ABŞ-ın Azərbaycanda səfirliyi koordinasiya edir. Bax, konkret yəqin ki, partiyanızda bu fakt mövqü var ki, yəqin ki, kifayət qədər ciddi siyasətçi olan Sərdar Cəloğlu belə bir açıqlamalar çıxış edir. Sərdar bəyin elə açıqlaması vardır. Bu dəfələrlə qəzetlərdə fikirlərindən Mən elə Sərdar bəyin o açıqlamasına düzü rast gəlməmişəm ki, o ictimai palatanın fəaliyyətini ABŞ-ın Azərbaycan səfir etdikləsi altında həyata keçirdiyi barədə. Bu düzü tənqid edib Sərdar bəy, ictimai palatanın rəhbərliyi də tənqid edib. Bu Sərdar bəyin özünün, yəni, belə deyək də, subyektiv fikirlərdir. Bu partiyanın partiyanın lideri kimi deyil, öz mövqeyidir, deyir. Və o da deməkdə də məqsəd odur ki, sadəcə olaraq bu müxalifətin birliyə alınması istiqamətində müəyyən liderlər bunda o qədər maraqlı görmür və yaxud hər hansı bir kapitalizm münasibətdə ictimai bir qınaq kimi edir ki, bu, yəni, belə deyək də, bu partiyalar bir araya gəlsin. İctimai qınamın nəticəsi olur sizə? Hər halda mənə gəlir ki, düzdür, bugünkü günəcən nəticə olmasa da mən hesab edirəm ki, bizim başqa əlimizdə təhsil imkanları yoxdur. Yəni, biz yoldaşımız, bir müttəfiqimiz görürük, yəni, səfiri isə, bunu biz birinci yoldaş kimi deyirik, alınmasa artıq ikinci variant kimi biz bunu ictimai qanalını belə gedək, tənbih edirik və yaxud onun biz yola gəlməsi istəyirəm. Bu tənqidi fikirlər səsləyir. Bunu da mən normal yanaşıram. Yəni, cəmiyyətdə azad bir halda ki, biz deyirik ki, biz özümüzü demokrat hesab ediriksə və biz həm də demokrat düşərcəyə özümüzü hesab edirsəm də biz özümüzə bir tənqidi bir yanaşma olacaqlarıyıq. Və buna da mən normal qəbul edirəm. Bizdə ümumiyyətlə bir növ belə şeylərdə bir qıcılıq yaradır və biz buna bir qeyri-adi hal kimi yanaşırıq. Bu da bizim uzun, belə deyək də, uzun müddət və totalitar bir cəmiyyətdə yaşamağımız və son 20 ildə bir müstəqil dövlət olmağımız və son 20 ildə siyasi partiyaların meydana gəlməsi, siyasi münasibətlərin meydana gəlməsini görürük. Ona görə də biz hələ bu şeyləri tam həzm eləyə bilmirik və buna bir qeyri-adi bir hal kimi var. Biz məsələn götürək Gürcüstandakı başlayan hadisələri götürək məsələn Ukraynadakı hadisələri. Orada o qədər siyasi kombinasiyalar olur ki, məsələn elə gözəl siyasi kombinasiyalar olur ki, biz məsələn ona da biz deyək ki, bunlar niyə bilirik? Yəni bu cəmiyyət varsa, bu cür siyasi müstəvi varsa, burada siyasi kombinasiyalar olacaq, burada söz atışmaları da olacaq, burada bloklar olacaq, burada belə deyək də müxtəlif seçki kampaniyası dövründə seçki blokları da yaranacaq. Buna mən təbii yanaşıram, bu siyasi rəngarənglik. Yəni, siz deyirsiniz, ictimai qanaqdan nəticə çıxarılması üçün o cür mövqü ortaya qoyur. Yəni, bir qədər əvvəl də sizin partiya tərəfindən belə bir fikir səsləndirirsə, qəmbər əqəmləri lənkarına getmirsə, deməli, bu qorxaqlıq əlamətidir. Yəni, o ictimai qınaq xarakterli əsaslanan bu fikirdən sizcə səbəb nəticə çıxarıb lənkarına getmək üçün yenidən göstərdi? Siz, yəni, bu bütün partiyanın mövqeyi kimi heç vaxt belə bir söz mətbuatda gedmir. Bu hansısa partiya funksionerləri tərəfindən gedə bilər. Amma partiyanın mövqeyi, partiyanın hər birinci günümüzdə ilə Sərdar bəyin fikri fərdi mövqeyi sayılır. Yəni tam partiyanın mövqeyi demək deyil. Məsələn, partiyanın qərarıyla danışmırıq. Bizdə hər həftənin birinci günü saat 13-də partiyanın idarə heyətinin iclası olur. Bu iclasda keçən həftə ərzində istər ölkə daxili, istər ki, ölkə xaricində birbaşa və yaxud dolayısı Azərbaycanla bağlı məsələlər müzakirə olunur və konkret olaraq hər məsələ ilə bağlı partiyanın mövqeyi açıqlanır cəmiyyətə. Bu artıq, belə deyək, partiyanın mövqeyi sayılır. Amma hər hansı bir məsələ ilə bağlı, tutaq ki, jurnalist sual verir Sərdar bəyə, Sərdar bəy ona özünün öz mövqeyini bildirir.
onu ümumilikdə partiyanın mövqeyi kimi qoymaq və bunu da belə deyək də partiya arasındakı münasibətləri gərginləşdirmək istiqamətində dəyərləndirməsi mən düzgün hesab edirəm. Əhməd bəy, Talib bəy bildirdi ki, deməli, böyük koalisiyanın yaradılması üçün cəhdlər göstərilə bilər. Cəhdlər hələ nəticə deyil. Bəs buna mane olan nədir? Deyək ki, Əhməd bəyin Əli Kərimini qəbul etmək istəməməsi, yoxsa Əli Kərim Səqən bəy və yaxud da Sərdar bəy. Və bu mane olan səbəblər nədir? Sən burada bir sıra obyektiv və subyektiv səbəblər var. Obyektiv səbəbdə mən onu hesab edirəm ki, əsasən bayaq dedim. Azərbaycanın normal demokratik bir seçki keçirilməyib ki, partiyaların sıralaması olsun, liderlərin seçkilərin sizin bir araya gəlmənizə nə aidət? Necə nə? Ta ki, Taliyət bəy də iddiaçıdır, mən də elə deyim. Təcrübədən çıxış edərək mən deyərdim ki, ötən prezident seçkində Taliyət bəy ta ki 35% səs toplayıb, mən toplamışam 3%, elə deyilmi? Mən indi Taliyət bəyə namizədliyinə həmin faktor göstəriciyə görə güzəştlik etməliyəm. İctimai rəydə də bu adam mənəndir. Yəni, bunun əhəmiyyəti budur bir. İkincisi, siz dediyiniz məsələ, o qəbul etməmək məsələsi burada yoxdur. Prinsip isə bugün müxalifətdə elə partiya sədrləri yoxdur ki, onlar ayrı tədbirlərdə rastlaşmasınlar, ölkədəki vəziyyətdə əməkdaşlıq imkanlarını müzakirə edilməsinlər. Bunun gəlib siyasi partiyanın çıxarları baxımından, milli maraqlar baxımından müstəviyə gələndə fikir müxtəlifləri ortaya çıxa bilər. Böyük koalisiya ilə bağlı mən onu deyim ki, yəni bu gün də cəhdlər davam edir və mən ümid edirəm ki, Azərbaycanda seçkilərdə lap bir gün qalmışa qədər də olsa, müxalifətin hamısı olmasa da, böyük əksəriyyəti bir vahid namizədlə seçkilərə gedə biləcək. Bir də bildirəm ki, yəni o sizdə belə bir ümid var ki, Mahmud ağa, deyək ki, Əli bəy, deyək ki, Səqən bəy bir araya gəlib, vahid mövqedə çıxış edə biləcək. Mən, bilirsiniz, o adamların hər birinə böyük hörməti var, ancaq prosesi konkretləşdirmənin tərəfində deyiləm. Azərbaycanda böyük milli bir proseslər gedirlər, deyilmi? Auditoriyada tutaq ki, yüzlərlə İsa bəy səviyyədə, Mahmud ağa səviyyədə, Əli bəy səviyyəsində insanlar varsa, onlar da hansısa bir argumentlə mövqe ortaya qoyursa, təbii onlarla razılaşmalıdır. Yəni, onlar o totalitar düşüncənin adamlardır ki, mən belə dedim, belə də olmalıdır və yaxud elə söhbət yoxdur bizim aramızda. Və bu gün açıq deyil, müxalifətin böyük birlikləri dedikdə problem nədən ibarətdir? Mən deyim, bir seçki ənənəsi var, ondan gəlir. Bir də Azərbaycanda milli demokratik düşərgənin toparlanmamasını istəyən qüvvələr var. Kimdir sizcə bu qüvvələr? Hakimiyyət məsələn, əsas məsələdə tutaq ki, ayrı-ayrı partiyalardan ayrı liderlər satın alır. Satın alır da, bu gözümüzü qabağında. Baxın, neçə müxalifətçi artıq parlament oturubdur. Bunların hamısını bir-bir açığı da şirinlikdirmə yolundan, təzyiq yolundan, hansısa yolundan kənarlaşdırır bir zaman. Hər seçkilərdən sonra biz itki veririk. Bu bir. Beynəlxalq güclər Azərbaycanda marağı olan. Yox, siz Azadlıq Partiyası etki verir. Müxalifət olaraq və biz də Talib bəy, siz bir qədər əvvəl dediniz ki, 2 nəfərdən başqa bir şəxs yoxdur Azadlıq Partiyasında, amma Əhməd bəy deyir ki, bizi parçalayırlar. Deməli, bu ciddi, böyük bir təşkilat olan bir Azadlıq Partiyası ilə bağlı siz fikirlərinizdə 2 nəfərdən hansısa bir... Yəni artımışlıqda 3 nəfər olar, indi onun birini də hakimiyyət ələ götürürsün. Ümumilikdə Əhməd bəy deyir ki, müxalifət düşərgəsi də ola bilər. Məsələn, 2003-cü ildə həm Azadlıq Partiyası sədrliyində Sərdar bəy dəstəkləyirdi, həm Demokrat Partiyası düzüsündə dəstəkləyirdi, digər partiyaların. Bu partiyaların hamısı bundan ziyan çəkdi. Ümumilikdə cəmiyyət ziyan çəkdi. Yəni, bu sözsüz ki, buradakı ölkədə normal, ədalətli seçkilərin keçirilməməsi və repressiv bir siyasətin aparılmasıdır ki, nəticəsində bu oldu. Bir də mən bir şey deyim, bu siz deyirsiniz ki, məsələn, niyə görə belə münasibətlər var? Bunun da səbəbin biri ilə ölkədə Əhməd bəy dedi ki, normal seçkilərin keçirilməməsi. Niyə görə? Hər dəfə seçkilər saxtalaşdırılır və ortada müxalifət düşərgəsi bir məğlubiyyətə məhkum edilir. Və burada da istər-istəməz... Hakimiyyət heç zaman maraqlı olmayıb ki, qarşı tərəf məsələsini zəifləsin və yaxud da parçalansın. Hakimiyyət öz qüvvəsində hansı formada olduğunu müəyyənləşdirmək üçün oponentlərinin də güclü olmasında maraqlıdır. Mən proseslərdə izləyirəm, görürəm ki, hakimiyyət bu siyasətin formalaşdırılması üçün mənə qədər səy göstərir. Nəticə isə onunla ibarətdir. Deyək ki, yığışır 3-4 dənə partiya ABŞ-Azərbaycanın səfirliyində toxununda aparır və bir görürsə səhərsi gün Əhməd Oğuz və yaxud da digər Sərdar Cəlaloğlu
Cavloğlu həmin o toplantıda iştirakçıları hədəfə seçir və tənqid edir və son nəticədə ondan ibarət olur ki, yenidən aləm qarşı, bir-birinə qarşı ithamlar irəlidir. Günahı özünüzdə axtarmağa bu siyasi mədəniyyətin həm də bir nümunəsi olmaz. Biz, mən bəyan edirəm, biz özümüzü kifayət qədər tənqid edirik. Bu özünü tənqid cəmiyyətdə olmalıdır. O cümlədən mən hesab edirəm ki, demokratik düşərgədə bu özünü tənqid kifayət qədər var. Amma siz deyirsiniz ki, tutaq ki, Amerika Birləşmiş Səfirliyində görüşlər keçir. Tutaq ki, bu görüşü ya keçirmir, hakim partiyası keçirmir. Biz hər hansı bir müxalifət partiyası gedib tutaq ki, kiminləsə görüşəndə bu olur vətənə xəyanət, amma hakim partiya gedib görüşəndə bu olur millətə xidmət. Görüşdən sonra səslənən ithamlar deyil. Görüşdən sonra səslənən ithamlar... Sizlə bağlı da deyil, yanla bağlı hər bir fikirə səslənir də. Bunlarda da deyir ki, instruksiya olsun. İndi ola bilər, məsələn, kimsə bunu qəbul eləmir, məsəl üçün, belə deyək də, biz... Bu məsələ mən münasibət bildirəm. Səyəm axırınızı sizin fikrinizi çox xahiş edirəm. Bəzi qüvvələr tutaq ki, bunu, belə deyək, qəbul eləmir. Amma bəzi qüvvələr bu əməkdaşlığı zəruri görür. Bəzi qüvvələr, bilirsiniz ki, məsələn, tutaq ki, bizdə var millətçi kəsimlər, var demokrat, sağ partiyalar, var sol partiyalar. Ona görə də mən hesab edirəm ki, bu münasibətləri də, bu tür tənqidləri də mən şəxsən normal qəbul edirəm. Bu tənqid eləsinlər də tutaq ki, burada nə var ki? Amma ən çox tənqid, mən yenə deyirəm, bu hakimiyyətdən gələn tənqid olur. Məsələn, elə son ölkədə baş verən hadisələri biz götürsək, Milli Demokratiya İnstitutundan qarşı olan baskıları və elə dünənləri bu deputat Elman Məmmədovun ölkədə bu demokratik təşkilatları, daha doğrusu beynəlxalq təşkilatların bağlanması, Avropa Birliyinə daxil olan ölkələrin diplomatik korpuslarının ölkəsindən çıxarılmasından bağlı təşəbbüs qaldırılması, bu özü hakimiyyətdən gələn bu qıcıqdır. Əgər hansısa bir xarici qeyri-hökumət təşkilatı, hansısa bir yerli bir qeyri-hökumət təşkilatını maliyyələşdirib, bunu siyasi çağırışlara çıxış etməyə, hansısa müxalifətin keçirdiyi aksiya dəstək vermək üçün yönəldirsə, təbii ki, bu Azərbaycan... Bu mülahizələrdir, fakt yoxdur ortada hələ. Fakt Eynullah Fəthullayev faktı... Eynullah Fəthullayev faktı olmalı da onun fikridir. Yox, kifayət qədər tanınan hüquq müdafiəçiləri. Olsun da, Allah canlasın. O sübutla, faktla sübut... Mən sizinlə razıyam, İlham bəy. Yəni, Eynullah Fəthullayev yazdığı faktı qoydu. Mən araşdırsın. Yaxşı, Eynullah Fətullayevin bu yazdığı faktlarla bağlı baş prokurorluq, cinayət işarəsi və bununla bağlı Amerika səfirliyinə sorğu göstərir. Amma bu günləri dünyada çox nüfuzlu mətbuat orqanları Azərbaycan hakimiyyət nümayəndələrinin bu və digər ölkələrdə mülkləri barədə faktlar qoyuldu. Bəs onda o Zakir Qarabağ hara baxır? Niyə onunla bağlı bir dənə araşdırma var? Siz də razılaşırsınız Təbiət bəy. Həmişə xarici ölkələr Azərbaycanın dünya miqyasında yerli rolun möhkəmlənməsindən narahatçılıq keçirirlər. Qıcıq yaradırlar. Buna da Azərbaycanın yerindən bəzi daxili... Onda mən də sizin məntiqlə çıxış edirəm ki, Eynullah Fəthullayev də qıcıq yaradır ki, tutaq ki... Müxalifət gücləri. Hə, müxalifət gücləri. Müxalifətin güclənməsindən bağlı fikrinizə bildirir. Demək, siz dediyiniz tezis dünyada demokratik ölkələrə xas bir şeydir. Hər bir hakimiyyət gələndə çalışır özündən bərabər oponenti də güclənsin və lazım gələndə bir-birini əvəz etsin. Bizdə fikir verirsə 20 ildir, eyni qüvvə, məsələn, elə nazirlər var ki, 20 ildir hakimiyyətlərdə otururlar, həmin sahəni də tamam batırıblar. Bir dənə dəyişiklik yox, bir. İkinci, müxalifətin güclənməyinə bağlı məsələ. Bir də faktdır da, bir də təhsili, məsələn, Misir Mərdan ona günə qoyur. Azərbaycan 10-11 sırada dərs keçirmir. Bütün rüşvət yuvasına söylədim. Mən istəmirəm o faktları sizinlə gedək verilişin efirə getməsi namını.